Bugün indi bizim öz rutinlərimiz haqqında danışacağıq. Okay? Biz nələr edirik? Biz səhər dururuq, yeməyimizi yeyirik. Daha sonra da gedirik rəsm quraq. Layvin rəsmi çox sevir, ona aparıram rəsm öyrənməyə. Rəsm kursunda müəlliməsini də çox sevir, müəllimə ona maraqlı şeylər öyrədir. Daha sonra mən Layvin aparıram tenis, Layvin tenisi də çox sevir. Tenis müəllimini də çox sevir. Daha sonra Layvin tenisdə çox yaxşıdır, yarışlara da qatılır. Yarışları da çox sevir. Bilirəm də. Daha sonra Layvin bir də ki bizdə, unutmuşam demək, axşam yeməyini həmişə Layvin bizdə özü hazırlayır. Mən dedim, sən yorulursan, ona görə Layvin özü hazırlayır, qoymur. Dedi ki, papamla sənə mən yemək hazırlayır. Qəşəng də pişirirlərini yandırmır, kəsmir. Bütün hər axşam o hazırlayır yeməkləri. Axşam yeməyini. Məndə də qarşıdalar ya. Layvin hər səhər duranda durub idman edir. Özü bilirsiniz həyətdə. Elə qəşəng idman edir ki, özü paltarlarını geyinir. Mən yatıram. Durur, düşür həyətdə təmiz havada, qaçır, idmanını edir, cim edir. Mən dururam, yeməyi mən verirəm. Oh my god. Hamısı yalandı. Yalan. Hamısı yalan. Yaxşı, bu görüm yalandır. Layvin papasıyla mamasını o qədər çox sevir ki, papası işdən gələn kimi biz üçümüz də qucaqlaşıb family time edirik. Hər gün. Arada. Hər gün nə bilim. Arada gizlənirəm. O heç oyun oynayanda gizlənirsən, amma belə hər gün nə edirik? Gizlənəndən sonra yaxşı gəlirsən, nə edirik? Bu düzdür, yalandır. Ah, Leyla! Mama kid neydi? Bu bir videoydu. Just for video, Layvin. Yes. Yalan danışmaq çox pis şey. Bilirsən.